Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun, videonu bəyənin. Anhedoni nədir? Psixoloji bir terimdir və heç bir şeydən zövq ala bilməmək deməkdir. Depressiyanın əsas simptomlarından biridir. Məsələn, əvvəllər sənə həzz verən şeylər, kitab oxumaq, filmə baxmaq, yemək yemək, dostlarla görüşmək və s. İndi sənə zövq vermir. Bax, bu anhedoniya sayılır. Anhedoniya beyindəki mükafat sisteminin pozulmasıyla bağlıdır. Normalda bir işdən zövq alma hissi dopamin hormonunun təsiri ilə yaranır. Anhedoniyada bu sistem düzgün işləmir. Dopamin ifrası azalır və nəticədə daha öncə sevdiyin fəaliyyətlər artıq maraqsız gəlir. Sosial münasibətlərdən uzaqlaşırsan, yəni asosiallaşırsan. Yeməkdən, filmdən, kitabdan, hətta təbiətdən belə zövq ala bilmirsən. Sanki duyğuların kütləşir və ya ölür. Anhedoniya iki növə bölünür. 1. Sosial anhedoni. Bu, insanlardan və münasibətlərdən zövq ala bilməməkdir. 2. Fiziki anhedoni. Bu isə yemək, toxunmaq, kitab oxumaq, idmanla məşğul olmaq və bu kimi şeylərdən zövq ala bilməməkdir. Bir insanda bu hal uzun müddət davam edərsə, yaxşı olar ki, bir mütəxəssisə müraciət etsin.